Salam əziz müəllimlər, dəyərli MİQ və sertifikasiya namizədləri. Hər birinizi salamlayıram. Bu gün natural ədəblər dərsinə aid sırf MİQ səviyyəli sualların davamına baxırıq. İndi bu videoda işlədiyiniz bütün suallar sırf MİQ-ə düşən suallardır və ya sırf MİQ səviyyəli, MİQ-ə uyğun suallardır. Diqqətlə qulaq assaz, sizə bu videoda təqribən 22 dənə MİQ səviyyəli natural ədədlərə aid olan suallar aydın olacaqdır. İndi isə başlayaq suallara. Misal nömrə 1. Deməli, x və y tam ədəd olmaqla x kvadrat minus xy plus x minus y ədədinin tək ədəd olduğu bilinir. Buna görə də x, y, x plus 2y ədədlərindən hansılar küt ədəddir? Baxın, burada nə verilib? X kvadrat minus xy plus x minus y. Bunu hasil formasına gətirək. Yəni, baxın, x vur, ortaq vurğu mötərizə xaricinə çıxardırıq. Plus 1 vur x minus y. Buradan da alınır ki, x plus 1 vur x minus y. Bu ədəd deməli tək ədəddir. Deməli, əgər bu ədəd, baxın, şərtdə verilib ki, bu ədəd tək ədəddir. Əgər bu ədəd tək ədəddirsə və hasil formasındadırsa, deməli, nə alınır buradan? Buradan alınır ki, hasili deməli, hansı ədədlərin hasili tək ədəddir? Deməli, bildiyimiz kimi tək ədədlə tək ədədin hasili yalnız tək ədəd verir. Deməli, bu da tək ədəddir, bu da tək ədəddir. X plus 1, yəni x ilə 1-in cəmi əgər tək ədəddirsə, x nədir? Küt ədəddir. Deməli, x-in küt ədəd olduğu buradan məlum oldu. X küt ədəddir. Ondan küt ədəddən nəyi çıxanda tək ədəd verir? Təbii ki, tək ədədi. Eləmi? Elədir. Deməli, x küt, y tək ədəddir. Deməli, buradan indi hansılar küt ədəddir bunu bizdən istəyir. Buradan da alınır ki, y tək ədəddir. X küt, y tək ədəddir. Deməli, bu küt ədəd deyil. 1 silirik. X vur y. X vur y nədir? Təki kütə vuranda küt ədəd verir. Bu doğrudur. X plus 2y. X deməli təkdir. X təkdir. Gözlə. Bir səhvlik oldu. Bir səhvlik oldu burada. X burada elə küt ədəddir. X küt ədədlə 2y deməli, küt ədəddə küt ədədin cəmi də elə küt ədəd verir. Yəni, bu da doğrudur. Deməli, 2 və 3 burada doğrudur. 2 və 3, deməli, x, y və x plus 2y bunlar küt ədədlərdir. Davam edək. Sual nömrə 2. X, y, z tam ədədlərdir. X vur y minus 1 bərabərdir 6 böl 6 bərabərdir z olduğuna görə aşağıdakilərdən hansılar mütləq tək ədəddir? Yəni, baxın, hansılar mütləq tək ədəddir? Diqqət yetiririk. İndi burada nəyə diqqət yetirək? Baxın, x, y minus 1 böl 6 bərabərdir z-dir. Deməli, x, y minus 1 bərabərdir 6 z-dir. X, y bəs nəyə bərabərdir? 6z plus 1-ə. Burada z-in yerindən, yəni 6-nı bir küt ədədi həm təkə, həm də küt ədədi vuranda o küt ədəd verir. Deməli, 6z küt ədəddir. Küt ədədin üzərinə də 1 gəldikdə o mütləq nə verir? Tək ədəd verir. Deməli, 6z plus 1 bu ifadə ümumilikdə tək ədəddir. X, y deməli, hansı ədədlərin hasili tək ədəd verir?
Yalnız tək ədədlə tək ədədin hasili tək ədəd verir. Deməli, x də təkdir, y də təkdir. Amma biz 6z-dən z-in tək və ya cüt olduğunu biz təyin edə bilmədik. Bu bizə məlum olmadı. Ona görə misalın şərtində bizə deyirdi hansılar mütləq tək ədəddir. Baxın, burada elə A variantı 2x plus y. 2 plus y deməli, məsələn, x-in yerinə 1 qoyaq. X və y biri 1 olsun, elə hər ikisini 1 götürə bilərik. Fərqli o götürə də bilərik, götürməyə də bilərik. Hər ikisini eyni də götürə bilərik. X də 1 olsun, y də 1 olsun. Deməli 2 vur 1 plus 1 deməli 3 verdi. Deməli A variantı mütləq tək ədəddir. İndi baxırıq. Baxın, Z burada məlum deyil. Z-in tək və cüt olduğu məlum deyil. Ona görə də biz bunların tam doğru olduğunu biz bilə bilmərik. Burada əgər Z tək də olarsa, cüt də olarsa bu bərabərlik onsuz da doğrudur. Amma Z-in dəqiq tək və cüt olduğunu biz bilmirik. X plus Y də bildiyimiz kimi təklə təkin də cəmi cüt ədəddir. Deməli bu da deyil. Deməli cavab oldu A variantı. İndi baxaq növbəti misalımıza. A, B, C natural ədədlərdir. A plus B bərabərdir 2C plus 8 olduğuna görə A vur B, 2, A vur B, 2A plus B, A minus B ədədlərinin hansıları mütləq cütdür? A, B, C natural ədədlərdir. Deməli, A plus B bərabərdir 2C plus 8-ə. İndi buraya diqqət yetirək. Deməli, nəyə diqqət edirik? A plus B bərabərdir deməli, cüt ədəddir. Ona görə ki, 2C plus 8 mütləq cüt ədəddir. Biz bunu bilirik. Bildiyimiz kimi A plus B cüt ədəddirsə, deməli A və B eyni zamanda, yəni A və B eyni zamanda ya hər ikisi təkdir, ya da hər ikisi nədir? Cütdür. Biri tək, biri cüt ola bilməz. Ya hər ikisi təkdir, ya da hər ikisi cütdür. Ona görə ki, 2C plus 8 yalnız cütdür. Təklə təkin və ya cütlə cütün cəmi yalnız cüt verə bilər. İndi bu qiymətlərə əsasən biz təyin edək. Deməli, A vur B. Təki təkə vuranda təkidir. Cütü də cütə vuranda cüt edir. Yəni bu tək də ola bilər, cüt də ola bilər. Buna görə 1 səhvdir. 2A plus B. 2-ni A-ya vuranda, deməli, digər tək olarsa hər ikisi, məsələn, bunların yerinə 1 yazaq, bunların yerinə də 2 yazaq. 2 plus 1 3 elədi. Yenə də bu nədir? Tək verdi. Yəni bu da deməli dəqiq doğru deyil. A minus B. Təkdən tək çıxanda yenə də təkidir. Yəni məsələn burada 3 də yaza bilərik. Onsuz bilirik də. Yəni məsələn 0 da bir cüt ədəddir. Tam ədədlər özü tək və cüt olaraq 2 yerə bölünürdü. Əgər qarışdırmaq istəmirsinizsə, yenə də məsələn 3 də yaza bilərik burada. Təkdən təki də çıxanda, cütdən də cütü çıxanda bu mütləq cüt edir. Deməli cavab elədi A minus B 3. Yalnız 3 elədi burada. Baxırıq indi növbəti məsələyə. A, B və C ardıcıl tək ədədlərdir. A deməli C böyükdür B-dən, bu da böyükdür A-dan. Buna görə C minus B vur C minus A böl A minus B ifadəsinin qiymətini hesablayın. Baxın, qaydanı öz yadınızda saxlayın. Bu qaydanı qeyd edirəm. Ardıcıl ədədlər həm artan, həm də azalan sıra ilə verilə bilər. Yəni biz ardıcıl ədədləri həm artan, həm də azalan sıra ilə verə bilərik. Bu misalın gedişatına əsasən verilir. Yəni məsələn 1 3 5 7 9. 1 3 deməli 5 7 9. Bu artan sıra, bu da ardıcıl ədədlər sırasıdır. Və ya 9 7 5 3 1. Bu da yəni
ardikil ədədlər sırasıdır. Burada artan, burada isə azalan sıra ilə verilir. Nə bizə deyir? Baxın, burada bu məsələnin şərtində biz görürük ki, S böyüdür B, bu da böyüdür A-dan. Deməli, bu nədir? A, B, S bu formada artır. Deməli, bu nədir? Artan sıra ilə verilən bir ardikillikdir. S minus B vur S minus A böl A minus B ifadəsinin qiymətini tapın. Deməli, buradan bizə məlum olur ki, A nədir? A 2n minus 1 götürək, B 2n plus 1 götürək, C-də 2n plus 3 götürək. Ardikil tək ədədlərdir və tək ədədlərdə bir-birlərinin 2 vaid fərqlənir. Və ya bunu daha rahat formada A-nı götürək gəlin 1, B-ni götürək 3, C-ni də götürək 5-dir. 5 götürək. Bu formada rahat formada həll edək. Yəni vaxt itirməyək. C minus B nə elədi? 2. C minus A nə elədi? 4. A minus B elədi mənfi 4. Eləmi? Bəli. Deməli, cavab elədi mənfi 2. Bu formada məsələ həll olunur. İndi növbəti bir dənə ifadə verib, A, B, C də ardikil küt ədədlərdir. Buna görə A minus C vur D minus C vur C minus B vur D minus A ifadəsinin qiymətini hesablayın. Baxın, burada nədir? A, B, C də ardikil küt ədədlərdir. Əgər burada yəni artan küt ədədlərdir və ya azalan küt ədədlərdir verilməyibsə, ifadəsinin qiymətini almaq istəyirsə, biz bunu həm deməli artan sıra ilə götürdükdə, həm də azalan sıra ilə götürdükdə cavab eyni olur. Yəni biz məsələn belə qayda formasında A-nı 2n, B-ni 2n plus 2, C-ni 2n plus 4, D-ni 2n plus 6 kimi adlandırıb həll edə bilərik. Amma biz bunu daha rahat formada A-nı 2 götürək, B-ni 4 götürək, C-ni 6 götürək, D-ni 8 götürüb həll edə bilərik. A minus C 2 minus 6, D minus C 8 minus 6, C minus B 6 minus 4, D minus A 8 minus 2. 2 minus 6 mənfi 4. Bu da 2 elədi. 2 elədi burada. 8 minus 2 də 6 elədi. Deməli, bu da eləyir 2-lər ixtisar getdi. Qaldı mənfi 6-da 4, bu da mənfi 3-də 2 edir. Mənfi 3-də 2 edir. Bu formada məsələ həll olunur. İndi baxırıq növbəti məsələyə. 2x minus 5 ilə x plus 3 ardikil tək ədədlər olduğuna görə x-in ala biləcəyi qiymətlərin kəmini tapın. Deməli, bu ardikil tək ədədlərdir. Yəni bildiyimiz kimi x-in ala biləcəyi qiymətlərin, bax qiymət demir, qiymətlərin deyir. Yəni baxın burada deməli bu artan sıra ilə də verilə bilər, azalan sıra ilə verilə bilər. Ona görə 2 dənə variantda baxırıq və həmin variantlarda alınan qiymətləri toplayırıq. Birinci variant belə ola bilər. Məsələni 2 ilə yolla həll etmirəm. Yəni variantlar deyirəm. Bir dəfə 2x minus 5 deməli böyüyü ola bilər x plus 3-dən. X plus 3 plus 2. 2x minus 5 bərabərdir x plus 3 plus 2-yə bərabər ola bilər. İkinci variant isə belədir. Əgər x minus 3 əgər böyük olarsa, 2x minus 5 bərabər olar x plus 3 minus 2-yə. Eləmi? Elə olur da, bəli. Bu formada deməli bir dəfə x plus 3 böyükdür. Bir dəfə də x minus 3 burada az olanıdır. Bir dəfə də x plus 3 burada böyük olandır. Bir dəfə də x plus 3 bu ardikilliyin az olanıdır. İndi buranı həll eləyək. Deməli baxın bu yuxarıdakı bərabərliyi əvvəl həll eləyək. Deməli 2x minus 5 bərabərdir x plus 5-ə. X burada nəyə bərabərdir? X bərabərdir 10-a. Buradan 2x minus 5 bərabərdir x plus 1-ə. Buradan x nəyə bərabər olur?
X bərabər olmalıdır burada. 6'ya mı? X bərabər olmalıdır 6'ya. Deməli 2x deməli x gətirdi bura. 5 aha 6'ya bərabər olur. Alına bilən qiymətlərin cəmi də burada nəyə bərabər olur? Deməli alına bilən qiymətlərin cəmi burada bərabər olur 16'ya. 10 ilə 6-nı toplayıram, eləyir 16. İndi növbəti məsələyə baxaq. Baxın, bir dənə burada bu məsələyə başlamazdan əvvəl bir dənə qayda deyim. Bu qaydanı öz yadınızda saxlayın. Ardışık ədədlərlə verilmiş sırada sıranın ədədi ortası bu sıranın ortasındakı ədədə bərabər olur. Qaydanı yazıram. Bunu da siz özünüzdə qeyd edin. Ardışık ədədlər verilmiş sırada sıranın ədədi ortası bu sıranın ortasındakı ədədə bərabərdir. Deməli, bu qayda formasında bunu yadınızda saxlayın. İndi bunun nə demək olduğunu mən sizə izah edeyim. Məsələn, bir tək ədədlər ardışıqlığı verilmiş bir sıraya baxaq. 5, 7, 13, 17, 21. Bir tək ədədlər ardıcıllığı verilmiş sıra verilib. Buradakı ədədlərin sayı da ardıcıllıqdakı ədədlərin sayı 5-dəndir. Yəni tək sayda ədədi vardır həmin bu ardıcıllıqda. Belə olan halda indi baxırıq ki, bu sıradakı ədədi ortaya baxırıq. Deməli, baxın 5 plus 7 plus 13 plus 17 plus 21. Nəyə bərabər olur? Bunların hamısını toplayanda 63 edir. Burada 9'dur. 9'dur. 5, 9. 5, 9. Yani bakın burada yani birbirlerinden 4 bahit fərqlənir. Burada 7 yazmamalıydım. Bunların cəmi nəyə bərabər olur? 65'ə. 65'i bölürük 5'ə 13. Deməli, həmin bu ədədi orta nəyə bərabər oldu? Ortadakı ədədə bərabər oldu. Baxın, qaydaya diqqət yetirin. Ardışık ədədləri verilmiş sırada, yəni ardışık ədədlər bizə 2, 2 də verilə bilər, 4, 4 arta da bilər, 6, 6 arta da bilər. Ardışık ədədlər verilmiş sırada sıranın ədədi ortası bu sıranın ortasındakı ədədə bərabərdir. Əgər baxın tək sayda ədəd varsa bu ardışıqlıqda, yəni bu elə ortadakı ədədə bərabər olur. Amma həmin bu məsələn bir ardışıqlıq verib ardışıqlıqdakı ədəd sayı əgər 2-3 sayıdadırsa, bəs bu zaman bəs ortadakı ədəd, yəni ortadakı ədəd yəni hansıdır? Gəlin bunu tam formada izah edim sizə. Qaranlıq məqam qalmasın. Məsələn, bir deməli cüt ədədlər ardışıqlığı verilib 4, 6, 8, 10. 4, 6, 8, 10. Və burada da yəni cüt sayda, yəni 4 dənə ədəd verilib də. Yəni 4 dənə ədəd verilib, 2-3 sayda ədəd vardır bu ardışıqlıqda. Bu zaman bəs bu qayda necə işləyir? Yenə də baxın 4 plus 6 plus 8 plus 10 bölürük 4-ə. Bu da eləyir deməli 10 plus 8 18, 18 plus 10 28-i də 4-ə böləndə 7 eləyir. Bəs 7 hardadır burada? Baxın ortadakı ədəd baxın burada bunların ortasındakı ədəd hansıdır? Ortada yəni nəsə bir dənə ədədi varmı? Yoxdur. Cüt saydadır axı. Ortada da ədəd yoxdur. Buna görə də ortadakı ədədi biz özümüz qeyd edirik burada. Deməli 7 harda yerləşir? Burada. Və bir-birlərindən də yarı, yəni
bir vahid əvvəl fərqlənir. Həmin bu ortadakı ədəd kötü sayda olanda. Məsələn 2 artırsa bir vahid fərqlənir digər ədədlərdən. Bundan da bir vahid fərqlənir. Bundan da bir vahid deməli fərqlənir. Baxın buna diqqət edirik. Digərləri isə bir-birindən təbii ki elə 2 vahid fərqlənir, 2 vahid fərqlənir. O isə 1 vahid fərqlənir. Bu qaydanı mən dedim. Bu qaydanı öz yadınızda saxlayın. Ardışık ədədlər verilmiş sırada. Deməli sıranın ədədi ortası bu sıranın ortasındakı ədədə bərabərdir. İndi buna aid bir dənə bu məsələni biz nə eləyək? İşləyək və bu tam formada yadımızda qalsın. Nəsə oldu burada? Yəni təzədən daxil olaq ora. Təzədən daxil olaq. Aha. Deməli burada qalmışdıq. Səhv etmirəmsə. Bəli, burada qalmışdıq. Ha. Ay, nəysə davam eləyək bu sualla. Davam eləyək. Aha. Davam eləyirik indi. Deməli 7 tək ədədin cəmi 175 olarsa, bu ədədlərdən böyüyünü tapın. Deməli 7-dən tək ədəd verilir. Deməli 1, 2, 3, 4, 5, 6, 7. 7-dən tək verilib. Bu ədəd 7 ədədin cəmi 175-dir. Deməli nədir? 175-i bölürük nəyə? 7-yə. Deməli 25 nədir burada? Ortadakı ədəd, yəni 4-cü ədəd. Tək sayda olduğuna görə elə 25 burada 4-cü ədəd 25-dir. Bu ədədlərdən böyüyünü tapın. Hər biri də bir-birindən nə qədər fərqlənir? Görürük ki, 7-dən tək ədəd deyilir. Ona görə bir-birlərindən 2 vahid fərqlənir. Plus 2 gəlirik 27. 27 plus 2 gəlirik 29. 29 plus 2 gəlirik 31. Ən böyük ədəd 7-ci rəqəmdir və 7-ci ədəddir. Bu da 31 edir. Cavab elədik burada 31. İndi baxırıq növbəti məsələyə. Ardakı 4 cüt ədədin cəmi 108 olduğuna görə bu ədədlərin ən böyüyünü tapın deyir. Burada isə görürük ki, nədir? Burada bizə artıq deməli cüt sayda ədəd verib. Burada bizə cüt sayda ədəd verib. Deməli burada nə edirik? Baxın. 1, 2, 3, 4. 4 cüt ədədin cəmi 108. 108-i bölürük 4-ə. Ədədi ortanı tapaq. 108-i 4-ə böləndə 2. 2 deməli 27 edir. Bu 27 harda yerləşir? Dedik bayaq. 27 deməli cüt sayda olanda bu ortada yerləşməlidir. Ortada biz özümüz qeyd edirik. 27 burada yerləşir. Bu ədədin ən böyüyünü tapın. Bunlar həmin bu 27-də bunların yarısı qədər fərqlənirdi. 2 vahid hər birisi artmır. 1 vahid deməli digərlərindən fərqlənir. Deməli bu 26-dır, bu da 28-dir. Bu ədədlərin ən böyüyünü tapın. Ən böyük eləyir. Deməli 28 plus 2 30. Deməli ən böyüyü 30 etmiş olur. İndi baxaq növbəti məsələyə baxaq. 4 vahid artan sırayla verilmiş 6 ədədin cəmi 276 olarsa, bu ədədlərdən
Ən kiçiyini tapın. 4 faiz artan sırayla verilmiş 6 ədəd. Yenə də baxın küt sayda, yəni 6 dənə ədəd verilib. 1, 2, 3, 4, 5, 6. 4 faiz bir-birini artır. 276'nı bölürük 6'ya. 4 faiz artan sıra 6 ədəddir, bəli. Deməli eləyir 46. Deməli burada ortadakı ədəd hardadır? 6 dənə ədəd olduğuna görə ortadakı ədəd burada olmalıdır. Deməli ortadakı ədəd buradadır, bu 46'dır. 4 faiz fərqlənir. Deməli 4'ün yarısı da 2'dir. 46 digərlərinin 2 faiz fərqlənir. Qalanları bir-birindən 4 faiz ilə fərqlənir. 48, 52, bu da 56. Bu deməli ən az olanını istəyir deməli bizdən. Bu da 38, bu da eləyir 34. Cavab burada elədi 34. Ən kiçiyi deməli nə oldu? 34. İndi sadə və mürəkkəb ədədlərə aid bir qədər məsələyə baxaq. Deməli, sadə və mürəkkəb ədədlərə aid olan bəzi məsələlərə baxaq. A üstü B minus C bərabərdir 43 və A, B və C sadə ədədlər olarsa A plus B plus C-ni tapın. Bu bərabərdir suala. Qırx üçə diqqət etirik. 43 nədir? Sadə ədəddir. Biz sadə ədəddə yalnız deməli yalnız 43 üstü 1, yəni sadə ədədi yalnız bu formada göstərə bilərik. Amma mürəkkəb ədəd olsaydı, məsələn 8 olsaydı 2 üstü 3 formasında göstərə bilərdik. Amma sadə ədədi yalnız üstündə 1 kimi göstərə bilərik. Ona görə də A üstü B minus C bərabərdir 43 üstü 1. Bu belədir. Eləmi? Bəli. A nəyə bərabərdir burada? Deməli A, B və C sadədir. A burada sadə olan 43'dür. B minus C də bərabərdir 1'dir. İndi bu qaydanı yadınızda saxlayın. Fərqi 1'ə bərabər olan ədədlər ardıcıl ədədlərdir. Sonra bu qaydanı da yadınızda saxlayın. Ardıcıl ədədlərdən yalnız 2 və 3 hər ikisi sadə ədəddir. Yalnız 2 və 3 hər ikisi deməli sadədir. Ardıcıl ədədlərdən. Və bir dənə də yadınızda saxlayın ki, 2 yeganə cüt ədəddir ki, sadədir. Digər yerdə qalan bütün cüt ədədlər, cüt natural ədədlər mürəkkəbdir. Bu qaydaları yadınızda saxlayın və bu qaydalar vasitəsilə biz bir sıra məsələləri rahatlıqla həll edə bilərik. İndi burada da B minus C bərabərdir 1 olduğuna görə, deməli B 3'dür, C də 2'dir. Ona görə ki, hər ikisinin sadə olması lazımdır. Digər ardıcıl ədədlər, ardıcıl ədədlərin hər ikisi sadə deyil. Sadə deyil. Ona görə də B 3'dür, C 2'dir. A da 43'dür. Hər birisini toplayanda eləyir 43 plus 5, bu da 48 eləyir. İndi növbəti məsələyə baxaq. A minus B vur. A minus B vur A kvadrat plus AB plus B kvadrat bərabərdir C və A, B, C sadə ədədlər olarsa A plus B plus C bərabərdir suala. İndi bu məsələni həll edək. Yenə də baxırıq. A, B və C sadədir. Deməli A minus B vur A kvadratı plus AB vur B kvadratı. AB plus B kvadratı. Burada da bildiyimiz kimi sadə ədədi biz yalnız 1 vur C kimi göstərə bilərik. Yəni sadə məsələn 47 ədədini 1 vur 47. Sadə 17 ədədini 1 vur 17. Amma mürəkkəb ədədlər elə deyil. Məsələn 8'i 2 vur 4.
kimi göstərə bilirdik. Məsələn, mürəkkəb bir 10 ədədini 2 vur 5 kimi, mürəkkəb bir 18 ədədini 3 vur 6 kimi göstərə bilirdik. Amma sadə ədədi yalnız 1 vur s kimi göstərə bilərik. Bunu yadımızda saxlayırıq. İndi burada bizdən nə istəyir? A plus B plus C bərabərdir sualı. İndi baxırıq. Deməli, əgər 2 dənə hasil verib A minus B vur A kvadrat plus AB plus B kvadratı. Bu deməli biri 1-dir, biri C-dir. Deməli A minus B bərabərdir 1-dir. Yenə də bayaqki qaydaya gəldi. Deməli ardışıq ədədlərdir. Fərqi 1-ə bərabər olan ədədlər ardışıq ədədlərdir. Və buradan da deməli biri A bərabərdir 3-dür, B də bərabərdir 2-dir. Ardışıq ədədlərdən yalnız 2 və 3 hər ikisi sadə ədəddir. Burada da A və B-nin sadə olduğunu bizə demişdi. İndi deməli bunu da tapdıq. İndi buradan 3 və 2-ni burada yerinə yazaq və bunun vasitəsilə də biz C-ni tapırıq. C də onsuz da bildiyimiz kimi baxın bu C-dir. C budur. Deməli 3'ün kvadratı plus 3 vur 2 plus B'nin de kvadratı 2'nin kvadratı edir. 9 plus 6 plus 4. Bu da eləyir 19. Eləmi? Bəli, elədir. Deməli 19, 2 və 3. Hamısını da toplayanda eləyir 24. Cavab burada elədi 24. Növbəti məsələyə baxaq. 3a minus 2 ilə 2b plus 1 ədədləri qarşılıqlı sadədir. 3a plus 2 böl 4b plus 5 bərabərdir 3-də 4 olarsa 3a plus 2b bərabərdir suala. Baxın, burada nəyə diqqət yetirək? 3a minus 2 ilə 2b plus 1 qarşılığı sadədir. Amma bizə şərtdə bunları verib. Amma buradakı bu bərabərlikdə 3a minus 2 yoxdur, 3a plus 2 var və 2b plus 1 də yoxdur. Amma bunlar şərtdə verildiğinə görə biz mütləq bunları bu bərabərlikdə yaratmalıyıq ki, bu cavab doğru alınsın. İndi nə edirik? Bir dənə bunları deməli bildiyimiz kimi bu tənasıbdır. Tənasıbın kənar hədlərinin hasili orta hədlərin hasilinə bərabərdir. Bunlar vasitəsilə həll edək. Bir dənə bərabərliyi alındıraq. 3 vur 3a plus 2 bərabər nəyə? 4 vur 4b plus 5'e. Buradan da 9a plus 6 bərabərdir 16b plus 20'ye. Burada indi biz 3 vur 3a minus 2 minus 6 yanında plus 12 yazaq. Bərabərdir 8 vur 2b plus 1'e. Burada da plus 8 yarandı. Ona göre 20'den 8 çıktı. 12 yarandı. Her iki tarafta 12 olduğuna göre 12'ləri ixtisar edə bilərik. Buradan nə alındı? Deməli, baxın bunu burada mən yazıram tam formada. Deməli, burada alındı ki 3 vur 3a minus 2 bərabər olur 8 vur 2b plus 1'e. Buradan da yaranır ki 3a minus 2 bərabərdir 8'e. 2b plus 1 də bərabərdir 3'e. Buradan da 2b nəyə bərabər olur? 2b plus 1 əgər 3'dürsə 2b nəyə bərabər oldu? 2'ye. B bərabərdir deməli 1'e. B'ni tapdım 1. Buradan da 3a bərabərdir. 3a minus 2 bərabərdir 8'dirsə deməli 3a nəyə bərabərdir? 3a deməli bərabərdir 8'e. 3a-nı elə bizdən istəyirdi. 3a-nı 8 yazırıq. 2b-ni də 2 plus 2 yazdırıq. Bunları da toplayırıq 10 elədik. Deməli, yəqin ki, misal sizə tam formada aydın oldu. Aydın olmadısa təkrar baxa bilərsiniz. Bu formada məsələni biz rahatlıqla hesabladıq. Əsas diqqət yetirməli olduğunuz məqam budur ki, əgər məsələnin şərtində 3a minus 2 və 2b plus 1 verilibsə, bunları boş yerə verməyib, mütləq biz həmin bu verilən bərabərlikdə biz nə etməliyik? Bu iki dənə 3a minus 2 ilə 2b plus 1'i mütləq yaratmalıyıq. Bu şərtdəki verilənləri həmin bu bərabərliyi də yaratmalıyıq. Bunu yadınızda saxlayın. Bunlar boş yerə verilməyib. İndi baxın, növbəti misalda da misalda oxşar tiplidir. Yenə də baxın 3a minus 1 ilə
B plus 3 ədədləri qarşılıqlı sadədir. Baxın bunları verib, amma həmin bu bərabərlikdə isə 3a minus 1 əvəzinə 3a plus 1 verib və 4b plus 15 verib. Deməli, yenə nə etməliyik? Bu şərtdə verilən 3a minus 1 ilə b plus 3-ü mütləq yenidən yaratmalıyıq. Və rahatlıqla biz bunu həll edə bilərik. Deməli 9a plus 3 bərabərdir. 2-ni də vururuq 4b plus 15-ə, 8b plus 30-a. Buradan alınır ki, baxın 5a olduğunu 5a 3a minus 1'i yaradaq. 3 vur 3a minus 1 plus 6. Minus 3 yarandığına görə burada da plus 3 olduğuna görə plus 6 yazırıq. 8b plus 30'un da əvəzini yazırıq. 8 vur b plus 3 plus 6. İndi hər tərəfdən biz nə edirik? 6'lar var. Bunları silirik. Deməli 3a minus 1 nəyə bərabərdir? 8'ə və b plus 3 nəyə bərabərdir? 3'ə. Deməli b nəyə bərabərdir? B bərabərdir 0'a. B 0'dır. Buradan da 3a da bərabərdir 9'a. A da bərabərdir 3'ə. Deməli A3, B0 bunları da toplayanda eləyir. Deməli 15 plus B0 bu da elədi 15. Cavab burada elədi 15. İndi baxırıq növbəti məsələyə. X, Y daxildir N, X plus 3 ilə Y minus 3 qarşılıqlı sadədir. X, Y plus 3, Y minus 3, X bərabərdir 81 olduğuna görə X plus Y cəminin ən böyük qiymətini tapın. Bizdən nə istəyir? Ən böyük qiyməti. Yenə də şərtdə bizdə x plus 3 ilə y minus 3'ü verib. Biz nə etməliyik? Bunları həmin bu misalda yaratmalıyıq. Nə edirik? X'i mötərizə xaricinə çıxardırıq. Burada x plus 3'ü yaratdıq. Minus 3 vur x plus 3 yazaq və buradan da minus deməli 9 yarandı. Buna görə 81'dən də 9 o biri tərəfdə çıxırıq. Və buradan da yarandı ki, y minus 3 vur x plus 3 bərabərdir 72 olmalıdır. Deməli, buradan da nə alınır? X deməli y minus 3 və x plus 3 qarşılıqlı sadədirlər və onların hasili deməli 72 verir. Deməli burada deməli y minus 3 və x plus 3 nə ola bilərlər? 1 və 72 ola bilərlər. 1 və 72'nin bildiyimiz kimi qarşılıqlı sadədirlər hansı ədədlərdir? Əvvəbi 1'ə bərabər olan ədədlərdir və ya ortağa böləni 1 olan ədədlərdir. Bir ədədi də, yəni istənilən ədəd də qarşılıqlı sadədir. Ona görə ki, onların əvvəbi ortaq böləni yəni 1'dir. 1 və 72 yaza bilərik və ya 72 1 yaza bilərik. Ona görə ki, bizin ən böyüyünü istəyir. Bunu da yazaq. Sonra 8 və 9 yaza bilərik və 9 və 8 yaza bilərik. Biz deməli nədir? Yalnız bunları yaza bilərik. Bundan artığını biz yaza bilmərik. Məsələn, 3 və 24 qarşılıqlı sada deyil. 2 və 36 qarşılıqlı sada deyil. Bunları biz nədir? Yaza bilmərik. Bunları yaza bilmərik. Biz yalnız bunları yaza bilirik. Y minus 3 bərabərdir 1 olanda y bərabərdir 4. Buradan deməli əvvəl bunu həll edək. Buradan y bərabərdir 4 verdi. Buradan x də bərabərdir. Deməli 69 verdi, eləmi? Elə. Buradan indi y minus 3 bərabərdir 72 olanda y bərabərdir 75. Buradan da x bərabərdir mənfi 2 verdi. Amma buradan x mənfi 2'ye bərabər ola bilməz. Ona görə də biz nədir? Bunu bir dəfəlik gəlin silək. X mənfi 2'yə bərabər ola bilməz. Nəyə görə bərabər ola bilməz? Burada axı bizə verib, axı x, y daxildir yenə. Bunu avtomatik silirik. Y minus 3 bərabərdir 8'ə. Y nəyə bərabər oldu? Y bərabərdir 11'ə. X plus 3 bərabərdir 9'a. X nəyə bərabər oldu? 6'ya. X, y minus 3 bərabərdir 9'a. Y nəyə bərabər oldu? Y bərabərdir 12. X plus 3 bərabərdir 8'ə. X bərabərdir 5'ə. Burada nə alındı? Cəmi ən böyük olanı x plus y-in maksimum qiymətini istəyirdi. Bu da elədi deməli 4 və 69 olan 69 da plus 4 73 edir. Cavab burada elədi 73.
İndi baxırıq növbəti məsələyə. Yenə də oxşar tipli məsələdir. Bunu da həll eləyək. Baxın, yenə də ilk 2x-imiz 3 və y-imiz 2 əgər veribsə, bunu boş yerə verməyib, mütləq bunu misallarda tətbiq etməliyik. Həmin bu şərtdə mütləq tətbiq etməliyik. Burada bu bərabərliyi verib neynəməliyik? Biz 2x + 3 və y-imiz 2-ni yaratmalıyıq. 2x-i mötərizə xaricinə çıxardıq burada. Y minus 2 yarandı. Plus 3 vur y minus 2 yazaq. Hər iki tərəfdən deməli nə etdik biz? Minus 6 yarandı da burada. Hər iki tərəfdən 6 çıxanda 24. Deməli sağ tərəfdə 24 yarandı. Bərabərliyin sağ tərəfində 24 yarandı. Deməli 2x + 3 vur y minus 2 bərabərdir 24-ə. X plus y cəminin ən böyük qiyməti bizə lazımdır. Deməli 2x + 3 və y minus 2 göründüyü kimi qarşılıqlı sadədir. Deməli burada hasili 24-ə bərabər olan qarşılıqlı bütün sadə ədədləri yazırıq. 1 və 24 yenə də 24 və 1 ola bilər və deməli 24 və 1, sonra 3 və 8, 8 və 3 ola bilər. Amma digərləri, məsələn 2 və 12 ola bilməz. 3 və deməli sonra məsələn 6 və 4 ola bilməz. Ona görə ki, bunların əvabı 1 deyil. Amma yalnız biz bunları götürdük. Bunları yerinə qoyub həll eləyək. Bizdən nə istəyir? Yenə də ən böyük qiyməti bizdən istəyir. Yəni x plus y cəminin ən böyük qiyməti indi lazımdır. 2x plus 3'ü burada yazanda deməli x nəyə bərabər oldu burada? X bərabərdir 1-ə. Yox, x nəyə bərabər oldu? X bərabərdir -1-ə. Deməli, avtomatik nə edirik? Bu variantı tamamilə silirik. X 1 ola bilməz. X -1 ola bilməz. X -1 ola bilməz. Ona görə ki, x natural ədəd olmalıdır. Davam eləyək. 2x + 3 bərabərdir 24-də. Buradan nə oldu? Nə alınır? X yenə də bərabərdir 10,5 edir. Baxın burada 1 24 yazdı. 24 1 yazdı. Hı hı. Bir də diqqətli deyək. Baxın burada isə artıq natural ədəd olub olmadığı verilməyib. Burada mən diqqətsizlik elədim. Elə bildim bayaqki misal kimi x, y natural ədəd olmalıdır. Burada artıq natural ədəd olduğu verilməyib. Ona görə də biz bunu götürə bilərik. Bayaq x, y natural ədəd olduğu verilmişdir. Amma burada natural ədəd olduğu verilməyib. Ona görə də biz nə etməliyik? Elə bunu biz götürə bilərik də. Yəni x bərabərdir -2 götürə bilərik. Buradan da y də bərabərdir 26 nədir götürə bilərik. X bərabərdir -1, yəni x -1, 2x + 3 bərabərdir 1, 2x bərabərdir -2, x bərabərdir -1-i götürə bilərik. Y bərabərdir 26-ya. Davam eləyək. Baxın burada artıq nə alındı? 2x + 3 bərabərdir 24, x bərabərdir 10,5-ə və buradan da y də bərabərdir nəyə? 3-ə. Burada indi 2x + 3 bərabərdir 3, x bərabərdir 0-a. Buradan y-imiz 2 bərabərdir 8-ə, y bərabərdir 10-a. 2x + 3 bərabərdir 8-ə, 2x bərabərdir deməli 5 edir. X bərabərdir 2,5-ə. Buradan da y də bərabərdir 5 edir. Toplayanda burada ən böyüyü elə bu edir. Baxın, bu edir. Nə olsun bilinməyimiz alındı. Toplayanda ən böyüyü -1 ilə 26-nı toplayanda ən böyüyü deməli 25 alındı. Deməli ən böyük qiymət nəyə bərabər oldu? 25-ə. X + y-in ən böyük qiyməti 25-dir. İndi növbəti tip məsələlərə baxaq. Baxın burada əgər belə bir dənə qaydanı mən qeyd edeyim. Ədəd böl x minus fərqli məlum ədəd. Əgər bu xam ədəd olarsa,
olarsa x-in tam qiymətləri cəmini tapın. Tipli məsələlərdə bu cəm nəyə bərabərdir? Cəm nəyə bərabərdir? X-in tam qiymətləri cəm bərabərdir. Sürətin tam bölən sayı vur məxrəci sıfıra çevirən qiymət. Bunun düsturu öz yadımızda saxlayırıq. X-in tam qiymətləri cəmi bərabərdir. Sürətin tam bölən sayı vur məxrəci sıfıra çevirən qiymət. İndi bu məsələni həll edirik. 13 böl x minus 7 tam ədəd olursa x-in ala biləcəyi tam qiymətlərin cəmini tapın. Tam ədəd olursa x-in ala biləcəyi tam qiymətlərin cəmini tapın istəyir. İndi nə edirik? 13-ün 13 1. 13 bərabərdir 13 üstü 1. Deməli natural bölən sayı nədir? 1 plus 1 bərabərdir 2-dən natural bölən sayıdır. Tam bölən sayı nədir? Natural bölən sayının 2 mislidir 4 dənə. 4 dənə tam bölən sayıdır. Məxrəci sıfıra çevrilən qiymət bərabərdir 0-a. Deməli x bərabərdir 7-yə. Məxrəci sıfıra çevrilən qiymətlər 7-dir. X-in ala biləcəyi tam qiymətlərin cəmi nəyə bərabərdir? Deməli bərabərdir. Sürətin tam bölən sayını vururuq məxrəci sıfıra çevirən qiymətə. Sürətin tam bölən sayı 4-dür. Məxrəci sıfıra çevirən qiymət də nədir? 7-dir. 4-ü də vururuq 7-yə. Bu da eləyir 28. Cavab elədi 28. Növbəti məsələyə baxırıq. Yenə də baxın eyni tipli məsələdir. X-in ala biləcəyi tam qiymətlərin cəmini istəyir. Yenə də sürətin tam bölən sayını baxın nə istəyir? Tam ədəd olarsa x-in ala biləcəyi tam qiymətlərin nəyini tapın? Cəmini. Deməli yenə də bu tip məsələlərdə nə edirik? Sürətin tam bölən sayını vururuq məxrəci sıfıra çevirən qiymətə. 120-ni indi sadə vurğuların hasili formasında göstərək. 120 bərabərdir 2 üstü 3 vur 3 üstü 1 vur 5 üstü 1. Natural bölən sayı bərabərdir 4 vur 2 vur 8 deməli vur 2 16. Tam bölən sayı eləyir 16 vur 2 32. Tam bölən sayı deməli 32-dir. Məxrəci sıfıra çevirən qiymətdə x bərabərdir mənfi 6-ya. Deməli mənfi 6-nı da vurmalıyıq biz 32-yə. Elədi mənfi 192. Deməli cavab burada elədi mənfi 192. Baxırıq indi növbəti məsələyə. 4x plus 60 böl x plus 2 tam ədəd olarsa x-in ala biləcəyi tam qiymətlərin cəmini tapın. Yenə də bunu nə etməliyik? Biz əvvəlki formaya salmalıyıq. Yəni burada elə etməliyik ki, sürətdə yalnız ədəd qalsın. O x zad qalmasın sürətdə. Nə edirik? Bunu vuruqlara ayırmalıyıq. Deməli, baxın burada yazaq 4 böl x plus 2. Əvvəlki formaya getiririk. Plus, deməli 4-ü x plus 2-yə vuranda plus 52. Eləmi? Elədirmi? 8, 60 minus 8, 52. Böl x plus 2. Nə eləyirik? 4 vur x plus 2 böl x plus 2 plus 52 böl x plus 2. X böl 2, 52 böl x plus 2. Nə edirik? X plus 2-lər bunlar ixtisari getdi. Burada 4 qaldı. Deməli 4 onsuz da tam ədəddir. Tam ədədin üzərinə tam ədəd gəldikdə onsuz da yenə də tam ədəddir. İndi biz nə etməliyik? Baxmalıyıq ki, 52 böl x plus 2 tam ədəd olmalıdır. Yenə də əvvəlki formaya gəldi. Deməli bu formada göstərilən bir ədəd əgər tam ədəd olarsa, x-in ala biləcəyi tam qiymətlərin cəmi nəyə bərabər olmalıdır? Sürətin tam bölən sayını vururuq məxrəci sıfıra çevirən qiymətə. İndi yenə də baxırıq. 52-nin sadə vurğuların hasili formasını göstərək. 52 bərabərdir 2 üstü 2 vur 13 üstü 1. Natural bölən sayı nəyə bərabərdir? 6-ya. Tam bölən sayı bəs nəyə bərabər olur? 6 vur 2 bərabərdir 12-yə. Məxrəci sıfıra çevirən qiymətdə x plus 2 bərabərdir 0-a, x bərabərdir mənfi 2-yə.
Eee, deməli burada nə oldu? -2-ni də vururuq 12-yə. Bu da elədi -24. Sürətin tam bölən sayını məxrəci sıfıra çevirən qiyməti vurduq. Bu da elədi -24. Baxırıq indi növbəti məsələyə. İndi bayaqki tip məsələdəndir. Nə edirik burada? Yenə də burada vuruqlara ayırıb bir ixtisar aparmalıyıq. Bu məxrəci yaradaq. Burada 5 vur x plus 3 böl x deməli x plus 3. Burada deməli minus 100 var idi. Plus 15 əlavə etdik. Deməli minus 115. Bu indi bərabər olur. 5 vur x plus 3 böl x plus 3 minus 115 vur x plus 3. Bu deməli bildiyimiz kimi 5 tam ədəddir. Tam ədəddən yenə də tam ədədi çıxdıqda tam ədəddir. Ona görə biz nəyə diqqət yetirməliyik? 115 böl x plus 3-ün tam ədəd olduğuna diqqət yetirməliyik. Elə eləməliyik ki, 115 böl x plus 3 tam ədəd olmalıdır. Ona görə də nə edirik? 115'i sağda vurguların hasili formasında göstərdik və onun 115'in tam bölən sayını tapırıq. Bu məxrəci sıfıra çevirən qiyməti tapırıq. Bunların hasilini tapırıq. Bu da deməli nə bizə verir? X-in tam qiymətlərinin cəmi edir. Deməli 3-ə bölünürmü? Yox, bölünmür. 5'ə bölünür amma. 23 bu da 1 elədir. Belə. 115 deməli bərabərdir 5 üstü 1 vur 23 üstü 1. Natural bölən sayı eləyir 1 plus 1 vur 1 plus 1. 2 vur 2 4. Tam bölən sayı bəs nəyə bərabərdir? 4 vur 2 8-ə. Tam bölən sayı 8-dir. Məxrəci sıfıra çevirən qiymət bəs nəyə bərabərdir? -3-ə. Sürətin tam bölən sayını məxrəci sıfıra çevirən qiymətə vururuq. 8 vur -3-ə. Bu da -24 elədi. Cavab belədir -24. Beləliklə demək olar suallarımız qurtardı. Deməli demək olar deyən yerdə, yəni bütün sualları biz bitirdik. Bu hissədə olan bütün sualları bitirdik. Deməli dərsimiz bu qədərdir. Deməli bu misal izahlarına baxın. Bütün bu misal izahlarına baxdınızsa, hər bir şey sizə aydın oldusa, deməli hər şey öz qaydasındadır. Nəsə sizə əgər aydın olmadısa, siz bunu rəylərdə qeyd edin. Mən məmnuniyyətlə bunları cavablandıraram. Bu formada belə hər hissədə siz əlavə misal tiplərini öyrənirsiniz və bu misal tipləri də yenə deyim, miq səviyyəli misal tipləridir. Bunlar mütləq bu tipli misallar sizin qabağınızda miqdə sizə bu tipli misallar düşə bilər. Ona görə də hər birinə diqqət edin. Bilmədiyiniz misal tiplərini qeyd edin və qaydaları da mütləq öz qeyd dəftərinizdə də qeyd edin. Beləliklə dərsimiz bu qədər. Sağ olun, salamat qalın.